Və yenə də valideynlərin mübahisəli fikirlərinə rəy bildirmək istəyirəm. Aybaşı yaşı qızlarda normalda 11-14 yaş arasıdır. Bundan kənara çıxma varsa, mütləq bu bizim diqqətimizdə olmalıdır. İstər 9 yaş olsun, istər 10 yaş olsun. Əlbəttə, bu o demək deyil ki, hər erkən aybaşı olan uşaqlarda bir problem var. Amma yenə də bir çoxunda da həqiqətən də problem olur. Və erkən aybaşının özü deyil, onun yaranmasına səbəb olan hormonal inkişaf bir sıra uşağa fəsadlar verə bilər. Məsələn, bu uşağa diqqət etsə, 8 yaşı var, 6 yaşından ergənlik əlamətləri başlayır və 8 yaşında uşaq artıq aybaşı görür. Bu heç bir halda normal hal deyil və biz bunu araşdıranda görürük ki, hipofizində adenoma var, xoşxassəli törəmə var və o səbəbdən də uşaq erkən aybaşıya daxil olur. Və bəzən valideynlər hesab edir ki, biz aybaşını ləngitməklə uşağın inkişafına, təbiətin əleyhinə gedirik. Xeyr, əzizlərim, təbiətən 8 yaşında aybaşı olmaq normal hal deyil. Təbiət bunun 11 yaşında olmasını göstərir. Əgər erkən varsa, biz o erkənə müdaxilə edib müvəqqəti ləngidirik ki, uşaq təbiətinə uyğun olaraq 11-12 yaşında aybaşı görsün.